Salam, hər birinizi xoş gördük dəyərli iştirakçılar. Mən Laha Süleymanova, bugünkü təlimin moderatoruyam. Sizi kiçik yaşlı uşaqlardan məntiqi düşüncə və problem həll etmə bacarığı adlı təlimdə görməkdən çox məmnunam. Bu təlimin əsas məqsədi uşaqlarda düşünmə, analiz etmə və problem yaradıcı yanaşma bacarığını inkişaf etməkdir. Biz istəyirik ki, uşaqlar sadəcə cavabı tapsınlar deyə yox, düşünməyi, fərqli yollarla nəticəyə gəlməyi və öz fikirlərini ifadə etməyi öyrənsinlər. Təlimimiz məntiq və riyaziyyat müəlliməsi Nizayə Eyübova tərəfindən aparılacaq. Təlim boyu aktiv olmağınızı, fikirlərinizi və suallarınızı rahatla bölüşməyinizi xahiş edirik. Ümid edirəm ki, bu görüş sizə həm bilik, həm də motivasiya qazandıracaq. İndi isə sözü təlimçimiz hörmətli Nizayə Eyübovaya veririk. Buyurun Nizayə xanım. Səsinizi açın zəhmət olmasa. Salam, axşamınız xeyir. Hər kəsi salamlayıram. Çox istəyərdim ki, görüntü açıq olsun. Sual-cavab edəndə qarşılıqlı görüm insanları, əgər mümkündürsə, deyilsə də eybi yoxdur. Deməli, xanım sağ olsun məlumat verdi. Mən məntiq və riyaziyyat müəllimiyəm. Eyübova Nizayə. Artıq 8 ildir ki, müəlliməm. Həm məntiqdən, həm riyaziyyatdan dərs keçirəm. Belə bir mövzunun seçilməsi mənim üçün çox maraqlı oldu. Çünki 5-dən 11-ə kimi məktəbdə dərs desəm belə, ən aşağı deyək də, ən aşağı yaşlı şagirdim 4 yaşında olub və ibtidailərlə də davamlı məşğul olmuşam. Mövzu mənə görə daha maraqlı gəldi. Hətta belə bir şey deyim sizə, ən yaşı daha yüksək olan deyək, 57 yaşına müdavimim olub. Yəni hər bir yaşda olan insanla münasibətdə olduğum üçün görürəm ki, düşünmə bacarığı, yaş hər şey öz sözünü deyir. Öncə buradan başlamaq istədim. Deməli bizim əsas məsələ bizim təlimimiz nə ilə bağlı idi? Az yaşlı uşaqlarla bağlı idi, kiçik yaşda, amma hər yaşa uyğun deyək ki, mən çalışacağam ki, danışım. Birinci nədən başlayaq? Baxın, biz ən sadə bir şey deyim. Uşaqlarda ən böyük problem nədir? Bizim böyüklər olaraq da problemimiz nədir? İstədiyimiz qədər şagirdlərə, uşaqlarımıza, öz övladlarımıza deyək, çalışırıq ki, biz istəyən kimi olsun. Yəni, məsələn, bizim uşağımız əlaçı olsun, cəmaatın uşağı deyirik, hamı əlaçı olsun, mükəmməl olsun, amma heç hər şey belə demək deyil. Bax, məsələn, birinci başlayaq nədən? Mənim əslində sualım olacaq. İlk istəyirəm sizlərlə başlayım, sual vermək istəyirəm. Məsələn, uşaqlar üçün əsas olan, elə az yaşlılardan söhbət gedir, nədir önəmli olan? Təcrübə yolunu öyrənməkdirmi, yoxsa kiminsə öyrətməsidirmi? Kimsə cavab verə bilər buna? Hər vaxtınız xeyir, Məlik xanım. Səsi açıb cavab vermək istəyən varmı? Yoxsa mən davam edeyim? Yoxdur, yəqin ki. Yaxşı, mən davam edirəm. Deməli, nəyə fikir bildirmək istəyirəm? Məsələn, öz oxuduğumuz vaxtlara baxsaq, indi burada danışan yaş olaraq bilsəydim hansı yaşda insanlar var, daha da rahat fikir bildirərdim. Məsələn, öz uşaqlığımdan qaydaq, tutaq ki, bizim oxuduğumuz vaxtlarda biraz vəziyyət fərqli idi. Məktəbə biz başlayanda ilk öyrədilən xətlər olurdu. Biz xət çəkirdik, xət çəkməkdən əlavə, tutaq ki, A hərfini yazmaq üçün bu kənarlarını öyrənirdik, çox xırda-xırda gedirdik. Amma indi proses o qədər sürətli və hətta deyərdim daha maraqlıdır. Əvvəllər tamam fərqli idi həmin proseslər. Məsələn, İndi o vaxt biz başlayanda məktəbdə öz oxuduğum vaxtdan söhbət gedir. İbtidai sinif müəllimim bizə əməkdir, rəsmdir, idmandır, bu fənləri keçməzdi. Həmişə deyərdi ki, onların yerinə riyaziyyat keçin. Riyaziyyat çox önəmlidir. Bizim vaxtımıza görə bu ailəmizə də çox məntiqli gəlirdi, amma elə deyil. Yəni, məsələn, indiki uşaqlara mən baxıram, çox həvəsim gəlir. Hətta məktəbə qədər də yaradıblar. Davamlı rəsmlər, maraqlı hər tədbirə hazırlıq. Yəni, onların elə bilirəm, onların şəraiti bu dəqiqə elmi öyrənməsi daha maraqlıdır, nəinki bizimki. Biz idman görməzdik, musiqi, rəsm bu fənlərdən istifadə eləməzdik. Hətta xarici dil belə mənim oxuduğum müddətdə 5-ci sinifdən başlayırdıq. Aşağı sinifdə xarici dil yox idi. Birdən-birə başlamışdıq ki, ancaq dil öyrənək çox çətin idi. Amma indiki uşaqlar əlifbadan tutmuş hər şey kimi, yəni mükəmməl şəkildə də öyrənirlər. Deməli, nədən başlayaq? Gedək nədən? Bizim əsas başlıqlarımız nədən ibarət idi? Birinci oradan başlayaq. İlk olaraq, bir saniyə,
Problem həll etmə. Burada tək iş, müəllimin üzərinə düşmür. Lap uşaqlardan, kiçik yaşlı uşaqlar dediyimiz üçün ilk hər şey evdən başlayır. Məsələn, valideynlərimizi götürək. Valideyn əvvəlcə nə etməlidir? Başlayır uşağa nələrsə öyrətməyə. Ən birinci hər zaman, istər bu uşaq tərbiyəsində, istər hər bir şeydə səbirdir. Ona çox önəm verilməlidir. Məsələn, uşaqlara tutaq ki, İlk dəfə uşağın sadəcə əgər, öyrənməsinə baxırıqsa biz, uşağa sadə, yaşına uyğun suallar verməliyik. Elə bir sual verməliyik ki, o uşaq onu başa düşsün, və yaxud da gündəlik həyatda gözünü açanda azyaşlı uşaqdırsa, məsələn, mənim dediyim 4 yaşında uşağa mən dərs öyrətmişdim. Hətta özümü də belə pis olurdum. Deyirdim, bu 4 yaşı var da qələmi güclə tutur. Bu uşağı anası niyə hazırlığa qoyur? Amma indi baxıram ki, həmin o uşaq necə yüksək yerlərdədir. Yəni, ana bilirmiş ki, övladını özü oxumayıb deyə dedi, mənim övladım təhsilə gedəcək və həqiqətən də uşaq bu dəqiqə çox yüksək yerlərdədir. Və bunun görürük ki, məktəbdə dərslərində savadlıdır, gələcəyi də çox gözəldir. Hər şeyin başında dayanan sadəcə əvvəldən qoyulan təməldir. Məsələn, o 4 yaşlı uşaq deyək, öyrənirsə necə öyrəndi? Yavaş-yavaş xırda indi biz onu görməmişik öz müəllimlərimizdən, amma biz uşaqlara elə öyrətmişik. Oyunlarla, maraqlı hədiyyələr almaqla onların dərsə olan marağını artırırdıq. Məsələn, valideynlər buna çox önəm verməlidirlər. Ailə məişət problemlərini bir kənara qoyub uşaq tərbiyəsində, uşaq elmində müəllimə ən böyük kömək valideyndən gəlməlidir. Məsələn, bayaq bir şey dedim, sadə, yaşa uyğun suallar vermək dedim. Gündəlik həyatdan, istənilən bir mövzudan suallar vermək lazımdır və baxmalıyıq ki, uşağın buna reaksiyası necədir. Sadə bir şey, uşaqların ən çox sevdiyi oyuncaq maqazinidir deyək ki, belə bir sual vermək olar ki, evdə də bütün oyuncaqları yığışdırıb, səncə bir günlük və yaxud da ərzaq maqazində demək olar, bir günlük bütün bir həftəlik deyək, bütün maqazinlər, bütün hər yer bağlıdır. Uşağa sual verməli ki, bax, hər yer bağlıdır, biz nə edə bilərik? Uşaq bunu düşünməlidir ki, görəsən bağlı olsa mən nə edərəm? Təbii ki, özümüzdən də götürək, hər birimiz üçün önəmli olan ilk növbədə özümüzük. Amma ana olandan sonra biraz bu təbii ki, ailə olandan sonra dəyişir. Amma tək yaşayan bir xanım məsələn, tutaq ki, bir həftəlik eşitdimsə mən hər yer bağlanıb, ilk ağlıma gələn, məsələn, bilirəm ki, sabahdan bir həftəlik hər şey bağlanacaq, gecənlə gedib bütün marketi alıb gətirərəm evə ki, bu mənim üçün bir çözüm taparam da, bir çarə taparam ki, bunu nəsə eləyim, mən bir həftəyə yetə biləcək bir şeylər eləyim. Uşağa da həmin sualı vermək lazımdır ki, bir həftəlik belə bir hadisə ilə rastlaşsan, sən nə edə bilərsən? Bunlar çox fərqli bir şeydir. Uşaq ona verdiyi cavabın önəmi əsaslıdır. Məsələn, uşağın verdiyi cavaba baxmalıyıq və yaxud da bunu qoyduq kənara, bu mütləqdir. Addım-addım getmə deyə bir şey var bizdə. Bu proses necə olur? Uşaq məsələn, sizə sual verəndə gəlir hansısa bir şeyə sual verir. Tutaq ki, bu şeydə adi bir hesablama deyək. Mən 3 tapmışdım, cavab niyə 5 oldu? Siz uşağa desəz ki, bunun 5 olmasının səbəbi budur. Gəl bunu hesabla, burdan bunu gedək. O uşaq heç nə öyrənməyəcək. Yəni hazırı artıq məsələn gələn dəfə də qarşısına bir problem çıxanda, o yazdığı səhv olanda artıq deyəcək ki, mən bunu istəmirəm. Məsələn, gələcək deyəcək, tez gedim soruşum, o cavab verəcəkdi onsuz da. Ana deyəcək, əziyyət çəkib hesablamıyor. Amma siz sual verə bilərsiniz ki, sən 5 yerinə 3-ü necə aldın? O ona cavab verəcək. Bu yəni hər bir sahədə önəmlidir də. Tutaq ki, bir əşyasıdır, bir qırıldı məsələn, maşın sürsün, azyaşlı uşaqdan söhbət gedir. Qırıldısa siz ona sual versiniz, bunun təkəri niyə belə oldu? O desə ki, bu qırıldı, mən yenisini istəyirəm. Yox, bu niyə belə oldu suallarıyla o uşaq artıq balaca, az yaşından onda fikir formalaşır ki, hansı səbəbdən belə oldu? Məsələn, daşlıqda sürürdüm, mən bunu yuxarıdan atdım, mənim günahımdır. Bax, bu tip suallar vermək lazımdır. Və mütləq uşağın özünün beynini inkişaf etdirmək üçün sizin verdiyiniz suallar onda fikir formalaşdırır. Yəni o özü analiz eləməyə çalışır və bu da onun gələcəyi üçün çox yaxşıdır. Yəni, məsələn, bax, adi bir şey, marketə gedirsiniz uşaqla, uşağa bir sual verirsiniz. Deyək ki, qələm almağa getmisiniz, hər qiymətdə də qələmlər var. Deyək ki, deyirsiniz ki, bu qələmin bir dənəsi 1 manatdır. Siz uşağa deyirsiniz ki, mən bu qələmdən 3 dənə almaq istəyirəm, nə qədər verəcəm pulu? Nə olsun çox balacadır. 1 manatı əgər uşaq bilirsə, əlində götürürsüz pulları, deyirsiniz, bax, bunun bir dənəsi 1 manatdır. Mən bundan 3 dənə almaq istəyirəm. Uşaqda riyazi beyni, məntiqi təfəkkürü bu şəkildə formalaşdırırıq, zamanla artır bunlar. Məsələn,
Yaradıcı yanaşma nədir? Məsələn, biz deyirik, məntiqdir, adi məntiqi götürək də, ancaq riyaziyyat olsun, düsturlardan ibarət deyil axı. Uşağın özündə formalaşmalıdır bunlar. Tutaq ki, məsələn, elə bir sual verməlisiniz ki, uşaq onu həqiqətən oturub düşünsün. O, çox gözəl bir sual tipləri var, oyunlar var. Məsələn, bilərsiniz, Legodur, tapmacadır. Bir də niyə belə oldu tipli yarış keçirə bilərsiniz uşaqla. Bu çox maraqlıdır. Məsələn, əm və yaxud da filan şey olsa nə olar kimi, əgər belə bir şey olsa tipli suallar verə bilərsiniz. Məsələn, belə bir sual bayaq vermişdim marketlərlə bağlı olan. O sualı başqa cür də verə bilərsiniz. İndi əgər uşaq məktəblidirsə, müəyyən bir yaş, 1-ci sinif deyək ki, deyə bilərsiniz ki, bir gün içində bütün ədədlər yox oldu. Belə çox qəribə bir sual. Axı biz özümüz də düşünəndə mənasız gəlir də. Necə yəni bütün ədədlər yox olsun? Amma siz bu sualı uşağa verməlisiniz. O otursun, düşünsün ki, bütün ədədlər yox olsa biz nə edə bilərik? Məsələn, bir şey almaqdır, bir şey verməkdir. Bu yalnız uşağın təxəyyülünü işə salır. O çalışır ki, görüm mən nə edə bilərəm ki, bu suala necə cavab verərəm? Ümumiyyətlə uşağın verdiyi cavablar da çox önəmlidir. Amma uşağın verdiyi cavablardan əlavə bizim verdiyimiz sualların da önəmi var. Məndən nəsə sualı olan varmı? Yəni kimsə fikir bildirmək istəyirmi? Yoxdur. Sonra keçək onda müxtəlif üsullara. Hansı üsullar var ki, tədris zamanı biz uşaqlara onu keçə bilərik. Məsələn, oyunlarla olanlar bayaq saydım. Legodur, tapmacadır. Başqa maraqlı oyunlar var ki, müxtəlif növ. O sual-cavab oyunudur. Başqa nələri misal gətirə bilərəm sizə? Imm, sudokudur, puzzle'dır. Puzzle'ları yəqin ki, bilirsiniz. Puzzle'ların çox önəmi var. Məsələn, parçalardır. Bir parçanı digərinə uşaq birləşdirməlidir və o düşünməlidir ki, bunun kənar hissələri var axı puzzle'da. O uşaq düşünməlidir ki, bunun kənarı hansı hissəyə düşür? Mən nələri geçsəm, bu puzzle'ı rahat şəkildə qura bilərəm. Və bu tip suallarla uşaq artıq baxdıqca və yaxud da bəlkə görərsiniz aşağı yaşlı uşaqlar üçün belə deyək, üst-üstə qoyurlar ki, bu hissələri ardıcıl birləşdirməlisən. Fiqurlarla olanı var, kvadratları üst-üstə düzmək ki, o uşaq hansının hansı yerə oturduğunu bilərək daha da özünü inkişaf etdirə bilir. Sonra bayaq dediyim üsullardan biri var. Onun həm də adı Sokrat üsulu gedirdi, sual-cavab metodu. Amma çalışmaq lazımdır, elə sual verməliyik ki, uşaq ona bir dəfəlik cavab verməsin, addımla getsin ki, bu olsa belə bir şey olar kimisindən. Bir də əsas məsələ Azərbaycan dilindən yəqin ki, imtahanlarda ingilis dilində də var, xarici dillərdən də var. Uşaqlar imtahan verəndə əsas Azərbaycan dilindən mətnlər oxuyub ona uyğun suallara cavab verirlər. Bax, uşaqlara da kiçik hekayələr oxumaq lazımdır. Əgər o az yaşlıdırsa, özü oxuya bilmirsə, siz oxumalısınız, o dinləməlidir və oradan suallar verməlisiniz. Tutaq ki, bu hekayədə səncə filan kəs düz etmişdimi? Yəni əmin olun ki, bunlar uşaqların gələcəyi, inkişafı, öyrənməsi üçün çox gözəl bir şeydir. Uşağın düşünməsi qədər, yəni hər şeyi rahat bilirsiniz də, hər şey rahat əlin altına verilən uşaqlar var ki, ay filan şey yoxdur, aparım tez mən verim, o olsun, bu olsun deyəndə həmin uşaqlarda artıq istər-istəməz rahatlıq yaranır ki, mənim valideynim mənə bunu verəcək. Eybi yoxdur, alınmır, anama deyəcəm, atama deyəcək, həll eləsin və təbii ki, bu da bizə tam olaraq lazım olan deyil. Bizim istədiyimiz nədir? Uşağın daha da özünü düşünməsi, fikrini ifadə edə bilməsi. Bunlar çox önəmlidir. Sonra, gəldik nəyə? Bayaq demişdim, bu danışdıqlarımla bağlı əsas olan 3 mühüm amil var ki, məsələn, biri məktəbdə elm tədris eləyən müəllimdir. Məsələn, biz müəllim olaraq uşaqlara çox şey öyrətməliyik, o ayrı məsələ. Valideyndir və bir də uşağın düşdüyü mühitdir. Nə qədər deyiriksə deyək, mühitin şagirdlərin, uşaqların həyatında önəmi çox böyükdür. Hətta biz böyüklərin belə bəzən düşdüyümüz mühitdə elə hadisələr, elə insanlar olur ki, insan işindən də soyuyur, həyatından da soyuyur. Yəni belə şeylərlə rastlaşırıq, amma buna çox önəm vermək lazımdır. Uşağa az yaşından bəzən deyərik ki, uşaqdır, o başa düşmür, amma elə gözəl başa düşən uşaqlar var ki, bu insanla mən dostluq eləməməliyəm. Bunu belə uşağa aşılamaq lazımdır, özünün görməsi lazımdır bəzi şeyləri. Biz bu yaşımızda belə bəzən onları görə bilmirik, o da ayrı məsələ. Amma məsələn, uşaqların bu bacarıqlarının ən birinci təməli valideyndən gəlir, evdə yaranandır. Məsələn, olur bəzən valideynlər çox səbirsiz olurlar.
uşağa qarşı həddən artıq. Məsələn, uşaq gəlib yanında danışırsa, valideyn deyir ki, işin var, tutaq ki, get sonra danışarıq. Amma bu təbii ki, uşağa çox pis təsir eləyir. O, davamlı getdikcə, onu itdikcə və uşaqda yaranır artıq soruşsam olsa cavab verməyəcək deyir və zamanla gəlir məktəbdə də görürsən müəllimdən soruşsam cavab verərmi deyir. Yəni belə bir şeylər biraz fikirlərin, uşaqların fikirlərinə önəm verməliyik mütləq şəkildə. Sonra, nədən danışacaqdım sizə? Uşaqlarda məntiqi düşüncənin vacib olması ilə bağlı. Nəyə görə uşaqda məntiqi düşüncə vacibdir? Bu, ən başlıca səbəb problemləri həll etmək üçündür. Görürsüz, bayaqdan danışdıqlarım, uşaq özü problemi həll edib qərar vermək istəyir. Yəni buna çalışan uşaqlarımız olur. Onu biz yaratmaq üçün məntiqi düşüncə mütləq olmalıdır. Yəni, bu hər bir şeyin başında ailədir, məktəbdir, təhsildir, onsuz da dayanır. Məsələn, məntiqi düşüncə nədir? Gələk ona. Məntiqi düşüncə düşüncələri əlaqələndirməkdir. Bir hadisə baş verirsə ondan əlaqələndirir, amma tək əlaqələndirmək, nəticə çıxartmaq da önəmlidir. Bayaq başa saldığım addım məsələsidir. Əslində danışdıqlarımın demək olar ki, hamısı bir-birindən əlaqəli bir şeylərdir. Hamısı gəlib çıxır yenə valideynlərə. İstədim bununla bağlı danışıq hazırlayanda çox istədim ki, biraz da gətirim başqa bir mövzulara, amma gördüm ki, elə hamısının əvvəli, təməli yenə də evdən gəlir və sonra da məktəbdən. Başqa nədən danışa bilərik? Davam eləyək. Aha. Məsələn, valideynlərlə bağlı nə deyim? Biz, bayaq dediyim dinləməklə bağlı fikir bildirim. Uşaq sual verəndə tutaq ki, filan şey niyə belə oldu? Adi, ən sadə bir nümunə. Qardır, tutaq ki, qar yağıb, uşaq baxır, görür ki, bu əridir. Soruşa bilər ki, bu niyə belə oldu? Siz deməlisiniz ki, bax bir dənə müşahidə elə, bu filan şey, bu qarı deyək məsələn, gəldi o nə oldu, necə düşdü? Deyir məsələn, o belə balaca bir şeydir, gəlir böyüyür. Çaydan qaynayır məsələn, uşağa o sualı verə bilərsə və yaxud görürsüz heç nə sual vermir, elə uşaq var ki, heç nə ilə maraqlanmır. Yəni ona maraqlı gəlmir heç bir şey. Onda artıq siz ona sual verməlisiniz ki, məsələn, bir sual verə bilərsiniz ki, nəyə görə çaydan qaynayanda nə baş verir? Sən onu necə müşahidə eləyirsən? Müşahidə çox önəmlidir. Uşağı davamlı ona maraqlı gələcək bir yerlərə aparıb ona göstərməlisiniz ki, bax burada filan kəs tutaq ki, biri gedir, yaşlı əlində nələrsə var, siz ona göstərməlisiniz ki, bax kömək eləmək lazımdır. Yəni yaxşı şeyləri aşılamaqla o uşağın hər tərəfli dünya görüşünü, mərhəmət hissini ən əsası onda yarada bilərik. Məsələn, baxın, məktəblə bağlı bir-iki şey var idi, onları göstərəcəm indi sizə. Bilmirəm, niyəsə bunları bölüşmək istədim. Bir gün məktəbdə hər yaşda, hər sinifdə şagirdlər olur. Məsələn, 1-ci sinif uşaqlarıdır, 2-ci sinifdə. Onlar nələrsə belə kağızlar falan hazırlayıb verəndə biz düşünürük ki, hə, bu çox normalda balacadır, 5 yaşındır deyək, müəllimə çəkə də bilmir, belə şəkillər falan çəkir. Amma məsələn, mən öz dərs dediyim siniflərdə 6-larda, 7-lərdə elə məsələn, indi bunları göstərəcəm sizə. Belə bir şeylər görmüşəm. Məsələn, çox qəribə gəlirdi mənə ki, uşaqlar o qədər, ya məni hərtərəfli düşünürdüm, məni çox sevdiyindəndirmi, yoxsa onlar bu hədiyyələri verəndə onlara qarşı olan reaksiyalar mı çox qəribə gəlirdi. Yəni məsələn, mən başqa bir müəllim görmüşdüm, şagirdlərdən biri tutaq ki, qaçıb onu qucaqlayıb həvəslə bunu verəndə, "Ay sağ ol" deyib belə eləmişdi. Yəni çox qəribə bir reaksiyalar vardı, amma mən onları o qədər sevginə alırdım ki, yəni davamlı hər sinifə gedəndə uşaqlardan belə bir şeylər götürürdüm. Yəni məsələn, onları hətta o qədər çox idi ki, mən ortalığa tam olaraq səpələnib davamlı belə məktublar alırdım və mənə maraqlı olan nədir? Tutaq ki, indi bunu heç ortalıqda qoymamışdım. Onların bunu hazırlanmasıdır. Yəni uşağa o sevgidir, mərhəmət hissidir. Yəni onu yazıb hazırlaması heç bəzilərinə baxırdım ki, məsələn, burada görürsüz adımı tamam fərqli şəkildə yazıb, hərfləri ki şagird var ki, heç əlifbanı oxumağı bilmir. Məsələn, 9-cu sinif şagirdləri var ki, nəinki məntiqi təfəkkür, üzündən oxumağı bilmirlər. Yəni burda o qədər böyük bizim problemlərimiz var ki, amma sadəcə bizim məqsədimiz nədir? Bunların öhdəsindən gəlmək, şagirdləri düzgün istiqamətləndirmək. Sual vermək istəyən varmı?
Sizlərlə mən ünsiyyət quracağımı düşünmüşdüm. Daha da suallarınıza cavab verərək daha fərqli şeylər danışacağımı düşünmüşdüm, amma sadəcə səslər bağlıdır. Məsələn, Gülarə xanım, bir fikir bildirə bilərsiniz? Nəsə sualınız var? Yaxud Bahar xanım, Firuzə xanım məsələn. Nəsə bir sualınız, bir nəyləsə bağlı fikir bildirmək istəyirsiniz? Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir. Yox, mən çox gözəl başa salarsınız, elə qulaq asıram hər şeyə. Yaxşı, onda mən sizlərə sual verim, çünki danış, amma mən artıq özümü elə bir tək hiss eləyirəm, ona görə mən sual verəcəm Gülarə xanım. Özünüz haqqında biraz məlumat verə bilərsiniz? Övladınız varmı, ailəlisizmi, subaysızmı? Bəli, mən ailəliyəm. Körpə Aha. qızım var, 11 aylıqdır. 1 yaşı olacaq inşallah. Mən özüm də bağça müəllimliyini bitirmişəm, psixoloq, loqoped üzrə. Mükəmməl. Hə, Bəs işdən siz oxuyursunuz? necə? Uşağınıza bax o aylığından, hətta o dünyaya gəlməmişdən əvvəl davamlı kitablar oxumusunuz. Məsələn, indi 11 ayında bunun da çox önəmi var. Yəqin ki, bilirsiniz, hətta o sahədə gedirsiniz. Ona heç kitab oxumağa vaxt ayırırsınızmı? Məsələn, o bəzən Oxumuşam. deyirlər uşaqlar başa düşmür. Uşaq inkişafı barədə oxumuşam. Mən hamilə olanda çox oxumuşam. O dünyaya gəlməmişdən qabaq. İndi bəzi şeyləri yerinə yetirirəm ondakı psixoloji cəhətdən çox mənim üçün vacibdir uşağın yetişdirilməyi. Çox önəm verirəm ona. Bəs ona az yaşlı uşaqlar üçün olan kitablardan oxuyursunuz? Yox, onu Mən çox yaxın bir tanıdığım var idi. O həyətə düşürdürdü uşağını, çox balaca idi. Hələ uşaq kolleskada idi və ona başlayırdı onları oxumağa. Çox da maraqlı. Həqiqətən də uşaqlar böyüdükcə baxırdıq ki, necə fərqli uşaqlar oldu. Bəzən deyirlər uşaqlar onu eşitmir. Çox adam gülürdü ki, balaca uşağa gör nələr oxudur, amma elə deyildi. Yox, mən necə deyim, nağıl kitabları falan bunları açırdım. Orda heyvanları göstərirdim. Onların səsini çıxardırdım, öyrədirdim onlara. Onları öyrətmişəm. Onlar indi o məsəl üçün çöldə həyətdə 11 aylıqdır. Getdiyi yerdə o pişiyi görəndə bilir ki, o pişikdir. Qaçır üstünə, onunla oynayır. Bilir ki, onun Heyvan sevgisi, heyvan Hə, o sevgisi qəlbə yaratmaq. gəlir. Mən o körpəlikdən ona elə öyrətdikcə qaynanam gülürdü ki, o nə qanırsan ona başa salırsan. Dedim, yox, o qanmağı. İndi məsəl üçün özü kitab görən kimi qaçır o kitabın üstünə, götürür belə əli ilə itələyir vərəqlərin, baxır. O bilir ki, o kitabdır, onun vərəqlərində şəkillər var, baxmaq üçündür. Uşaqları çox şey eləyirlər ki, nə qanır, özünü niyə belə şey eləyirsən, amma çox vacibdir. Götürmə, qavrama onlarda o yaşda çox olur, dəhşət. İnsanı müşahidə eləyib yansıtma çox olur uşaqlarda. Bəli, çox haqlısınız. Çox sağ olun, təşəkkür edirəm Sağ olun. dəyərli fikirləriniz üçün. Bahar xanım, sizlə danışaq biraz? Məni eşidə bilirsiniz, Bahar xanım? Yaxud Nigar xanım, Hüseyn bəy, bəlkə də xanımdır, profil adından girib. Nəsə bir fikir bildirmək istəyən var aranızda? Mən daha gözəl istəyərdim ki, hər kəs danışsın, fikir bildirsin, birlikdə ümumi söhbət eləyək. Olsun. Belə. Mən onda gəlin, əgər mənə sualınız yoxdursa, vermək istədiyiniz bir sual yoxdursa, biz bu gün yekunlaşdıraq. Nəsə sualınız olsa mənim üçün, yenə də qrupda olacağam, yazarsınız, soruşarsınız inşallah. Baxım, SMS yazan var, amma oxumamışam. Danışa bilmirsiniz Bahar xanım. Bəli, sualınız varsa Bahar xanım yaza bilərsiniz. Varmı kiminsə sualı? Yaxşı. Olduğunda təşəkkür edirəm. Axşamınız xeyir xanım. Ay, axşamınız xeyir. Buyurun. Üzrlü səhər gec açdım telefona. Gec də qoşulmuşam təlimə, ona görə bilmədim. Çox gözəl təlimdir. Yəni həqiqətən bizi maraqlandıran təlimdir. Mənim oğlum var, böyükdür. Amma 9-cu sinifdir, hazırlıq dönəmindədir. Bilmirəm mən ona necə yanaşım ki, o dərslərinə daha diqqətli olsun.
elə bil biraz üstə çox getdikcə daha belə tərsləşir. Oxumaq əvəzinə naborot uzaqlaşır kitab dəftərdən. Amma bilmirəm ki, bu anda ona necə yanaşım ki, yəni vaxtını düzgün bölüşdürə bilsin. Qızıldan dəyərli vaxtını yəni boş şeylərə xərcləməsin. O məni çox narahat edir. Zəhmət olmasa bu haqqda məlumat verərdiniz. Belə necə deyim, yöntəmlərinizdən bir ikisini mənə də bildirərdiniz. Görüm necə davransam daha yaxşı olar. Məsələn, mənim üçün çox doğma bir mövzu oldu. Çünki hal-hazırda 9-cu sinif rəhbəriyəm və onu qeyd eləyim ki, çox çətindir. Həqiqətən çətindir. Siz indi düşünün Bəli. ki, bir övladınız var. Mənim sinifimdə 27 nəfər var və hər birində və ən dəhşətlisi nədir? Uşaqların məni ən çox narahat eləyən bütöv ailələrdən gəlməyən uşaqlardır. Məsələn, birinin anası yoxdur, digərinin atası. Olduğum tam olaraq mənə verilən sinifdə ən çox o problem var. Valideyn problemi və o da təbii ki, uşaqlara yansıyır. Adi hansısa bir uşağı görəndə ki, hərəkətləri çox qəribədir, heç kimin sözünə baxmır, çox fərqli hərəkət edir. Yaxınlaşıb sual verirəm. Belə indi hələ təzəyəm sinif rəhbəri olaraq 1 ay da olar tanıyıram. Deyirəm mənə biraz ailənlə danışa bilərsən? İlk cavabı olur ki, məsələn, anam var, atam yoxdur, atam atıb gedib, anam yoxdur. Bu həqiqətən çox pisdir və görürük ki, o uşaqların hərəkətlərinə yansıyır. Məsələn, sizin oğlunuz dərslərlə əvvəldən oxuyan olub, yoxsa məsələn uşaqlarda var ki, siz bu sualıma cavab versəz, mən sizə deyəcəm. Əvvəldən biri var ki, lap əvvəldən oxuyan, evdə dərslərinə fikir verən uşaqlar, bir də var ki, heç oxumayıb, sadəcə 9-cu sinifdə valideyn imtahan versin deyə hazırlığa göndərir. Necədir sizdə? Xeyr, əvvəldən yaxşı oxuyan uşaq olub. Öz gücü ilə Bakı Avropa liseyində oxuyur. Mən əksinə bu illəri heç onu hazırlığa qoymaq fikrim yox idi. Onun bazası olduğuna görə dedim öz bazası ilə o yüksək nəticələr əldə edəcək. Amma mən düşündüyümün tam əksi oldu. 9-a keçəndən sonra uşaq elə bir belə tam soyuyub, uzaqlaşır, belə bir havalardadır, belə adaptasiya ola bilmir. Dəftər, kitab, məktəb bir yönlü, bir cür elə oturub bütün günü fikrə gedir. Telefonu əlindən alıramsa oturub fikirləşir və yaxud telefon əlində olursa dərsdən çox səhifələrdə gün keçirir. Bu bir cür olub. Sıxmaq da istəmirəm. Onun bir dəqiqə çox pis vaxtıdır. Deyirəm ki, bilmirəm də necə yanaşımsa. Mən Bildiklərimi də bilmirəm belə anda. valideynlərdə ən böyük problem, ən böyük səhv deyək, davamlı üstlərində getməkdir. Əslində çox vaxt valideynlərə özüm ana olmadığım üçün çox belə danışa bilmirəm. Əslində valideynlərlə müəllim olaraq danışıram. Onlara deyirəm ki, mən onlar şagirdlərlə söhbət elədiyim üçün bilirəm ki, vəziyyət nədir. Şagirdlərin ən böyük problemi nədir? Valideyn çox üstümə düşür, hər şeyə qarışır, oxumaq istəmir. Bəzən deyirlər, oxumaq istəmir, qoy oxumasın. Mən onun tərəfdarı deyiləm. Hər zaman bunu valideynlərə nümunə gətirirəm. Deyirəm ki, mən döyülən olmuşam. 5 aldığım üçün döyülmüşəm ki, 5/4 deməkdir. Yəni elə oxumuşam. Və döyün demirəm, amma uşaqlarınızın gələcəyi üçün, təhsili üçün mənə görə valideyn bacardığı qədər gücünü qoymalıdır. Yəni biraz əsəbiniz də gedir, anlayıram, amma bütün gücünüzü verib onun oxumağına çalışmalısınız. Məsələn, özünlə əgər ünsiyyət qura bilmirsə, müəllimlərlə ünsiyyət qurun. Məsələn, müəllimlərinə hansısa şagirdin nömrəsini istəyin, deyin ki, biraz səndən danışım, amma onun xəbəri olmasın. Amma çox belə gedib onu deməyəcək bir şagird olsun. Onunla əlaqə saxlayın. Məsələn, mən elə eləyirəm. Birinin qonşusunu tapmışam, o birisinin qohumuyla belə davamlı ünsiyyət yaradıram ki, görüm o uşaqda problem nədir. Dərinə gedəndə görürəm ki, hamısının ən əsası nədir? Əmrdir. Onlar əmri sevmirlər. Məsələn, qadağa oldusa, o dəqiqə qadağaya gələ bilmirlər və xüsusən də o yaş dövründə çox çətindir. Özünüz də bilirsiniz onu. Siz ona nə qədər qadağa qoysanız ki, bunu eləmə, daha da eləyəcək. Məsələn, mən 9-larıma necə eləyirəm? Mənim ağıllı balam deyirəm, sən ağıllı oğlansan deyirəm, ya qızlara deyirəm, mənim gözəl qızım, gəl belə eləyək. Bax, düz eləmirsən, ya bunu belə eləyək, oturaq biraz söhbət elə. Bir də ən əsas məsələ, istər evdə, istər başqa yerdə uşağı hamının içində o pərt eləmə var valideynlərdə. Mənə də səs göndərirlər ki, müəllim, siz hətta oranı oxuyursa sizin oğlunuz, həmin o oxuduğu yeri əvvəldən girib ora, yoxsa sonradan qəbul olub Avropa liseyinə? Bəli, birinci sinifdən girib. Oranın imtahanları falan mən özüm də öyrətmişəm Bəli. şagirdləri bilirəm ki, yəni həqiqətən asan bir şey deyil də. Ağac, gövdə falan hər şeyi öyrədirdilər uşaqlara. O cür imtahan veriblər və onların işlətdiyi materiallar, testlər uşaqları tamam başqa uşaq yaradır. Əslində oğlunuzla bağlı məncə çox da narahat olmalı deyilsiniz. Oranın, yəni dövlət məktəbində yox, orada olduğu üçün orada bir növ belə deyək də dövlət sayılır, bilirsiniz özünüz də. Amma yəni dövlət məktəbi deyil deyə
Məncə rahat ola bilərsiniz. Bilirsiniz necədir? Mən siz deyən kimi də bayaqlar bəzi oxumayan uşaq deyil ki, deyim ki, oxumur, oxumasın gəlin. Deyirəm ki, bu peşmançılıq sonra gec olardı. O indi uşaqdır, anlamır, bəlkə boşlayacaq. Amma sonra birdən ayılanda deyər ki, mama mən uşaq idim, anlamırdım. Sən məni düzgün istiqamətləndirərdin, mən bu boşluğu buraxmazdım arada. Məni o narahat eləyir. Yoxsa belə əvvəldən bazası zəif olmuş olsa, oxumayan uşaq olsa heç narahat olmaram. Amma indi görürəm ki, nə bilim, bəlkə də bir aydan sonra özünə qayıdacaq. Hələ ki, tətildən tam yığışmayıb, ona görə belə adaptasiya ola bilmir. Amma mən görürəm ki, vaxt itirdi. Artıq bir aydır biz normal dərslərimizə qayıda bilmirik. Nə bilim, dərs oxuya bilmirik. Siz deyirsiniz sıxmaq, düzdür, sıxıram, bəli. Amma sıxmayanda da biz, o siz deyən taktikanı da eləyirəm. Mənim balam qurban olum sənə, oxu, bu belə olar, bu elə olar. Amma belə görürəm, məni yola verir. Hə, mama üzümə baxır, mənə demir oxumayacağam. Deyir, yaxşı oxuyuram, amma oxumur, başqa işlə məşğul olur. İstədi çox getməyəndə, nəzarətsiz qoyanda görürəm ki, nə bilim, qaçır da aradan qaçmaq üçün fürsətlər axtarır. Məsələn, mənim fikrimi alsaq, nəzarətdə düz eləyirsiniz. Özüm də həmişə valideynlərə deyirəm ki, mən döyülməsəm oxumazdım. Bugün mən müəlliməmsə, bugün işim, həyatım varsa, o oxumağın, döyülməyin sayəsində var. İndi həmişə də deyirəm, döyməyin deyirəm uşaqlarınıza, amma ciddi nəzarət olmalıdır. Dərslərində müəllimlərlə əlaqə, oxumadı, sən oxumursan deyib ona başa salmaq lazımdır. Qınamıram da valideynləri də, insanın da əziyyəti görür, heç olub, o qədər səbirlə uşağa danışırıq, baxırıq ki, uşaq oxumur, yaxud gedir nəticəsi pis olur. Amma tam olaraq o yaydan gəlib, hələ onların oxuduğu yerdə 100% bilirəm ki, dərslər keçirilir. Dövlət məktəbi olsaydı, deyərdim ki, dərs keçirilmir, elə uşaq, məsələn, dəhlizlərdədir, yaxud dərsdə müəllim oturur, uşaqlar da telefonla oynayır. Bilirəm ki, o sistem deyil də onların oxuduğu liseydə. Onlar dərslərindən də baxırlar və onunki yaydan da gəldiyi üçün hələ ki, forması elə deyək də düşməyib hələ yoluna. Zamanla düşəcək. Amma maksimum oktyabr ayı bitsin, noyabrdan düşməlidir. Noyabrdan düşməsə, artıq bəzi qadağalara keçməlisiniz. Məsələn, birinci telefonu almaqdır. Onu da ki, onu başa salmalısınız ki, bax, bunu götürürəm bu şərtlə ki, sadə telefon verirsiniz, sadəcə danışıq üçün. Bu şərtlə ki, sən bunu nəticəni düzəlt, gələn sınaqda yaxşı nəticə əldə elə, mən sənə telefonumu geri qaytaracağam. Və yaxud bir həftə ərzində müəllimlər oxumağın düzəlsin, müəllimlər səndən bağlı şikayət etməsin mənə, mən zaman sonra sənin telefonunu verəcəm. Yəni, bunu mütləq eləməlisiniz. Onu çünki görürsünüz ki, mənfi təsir eləyən şey telefondur, düzdürmü? Özünüz də deyirsiniz onu. Siniflərində problem varmı? Məsələn, yoldaşlarına onu çox oğlanlar demir. Qız uşaq olsa yenə gəlib danışardı. Belə sinifdə problem yoxdur. Sadəcə olaraq uşaqlar elə bil ki, biraz hazırlıqlara gedirlər deyə biraz dağılışıblar. Biri gəlir, biri gəlmir. Bu formada problemlər var. Başqa problem yoxdur. Uşağın telefonu var əlində, ağıllı telefondur. Sadəcə olaraq nəzarət məndədir. Valideyn nəzarətindədir telefon. O mənə misal üçün dərsə baxıram deyirəm, girərkən telefona baxıram ki, o filan dəqiqə Instagramda vaxt keçirib. Belə şeylərlə hiss edirəm ki, o məni aldadır. Hansısa telefonda, YouTube'da misal üçün hansı mövzunun izahına baxmalısınız orada. Görürəm o mövzunun izahına yox, Instagramda vaxt keçirib, nə bilim hansısa başqa səhifədə vaxt keçirib, onlar açıq-aşkar orada görsənir. Ondan sonra görürəm ki, yox, bu məni yalandan, oxuyuram deyir, oxumur, başqa işlə məşğuldur. Onlar məni çox ciddi narahat edir. Üzünə də vurmaq istəmirəm. Siz deyən kimi ki, daha da deməsin ki, mama mənə nə qədər zapreslər qoyur, o olmaz, bu olmaz, bu olmaz, bezməsin. Bəli. Elə onu deyəcəkdim ki, sual verəcəkdim ki, üzünə vurursunuzmu? Düz eləmişsiniz vurmamaq. Çünki ümumiyyətlə onu bilsə, ona çox pis təsir eləyər. Mənim bir şagirdim var, onu məsələn bir neçə hal-hazırda elə şagirdim var ki, məsələn valideyn qoymur Instagrama, siz dediyiniz kimi sosial şəbəkələrə girmək. İndi mən nə aralar yaxşıdır deyirlər. Deyir məsələn Google-dan girirəm, oradan birbaşa Instagrama baxıram, TikToka girib baxıram. Görürəm ki, uşağı onsuz da bilirsiniz də, psixologiyada da var. Deyir, uşağı hara sıxsan ora yönləndirəcək. Siz onun üstünə daha da düşdükcə o yenə onu eləyəcək. Amma zamanla da məsələn məktəbə uşaqlara telefon gətirməyə icazə yoxdur, amma gətirirlər. Girirlər otağa, yoxlayırlar, tuturlar. Mən onlara şərait yaratmışam ki, gətirmisən, yaxşı deyək ki, ver mənə. Hər an yoxlayanda məndən olsun da, səndə olmasın. Keçən dəfə 2 nəfər vermişdi, 5 nəfər verməmişdi, 5-in də telefonu tutdu. İndi başa düşüblər, səhərsi gün çantamda 10 dənə telefon var idi. Bunu uşaqlar niyə eləyir? Tənəffüsdə də istəyəndə məsələn gəlirlər müəllim, olarmı bir 5 dəqiqə ona SMS yazma, verirəm onsuz da. Deyirəm al ya sonra qaytar. Onda daha rahat olur
olaraq tutulma problemi də yoxdur. Yəni uşağa siz bir yerdən qadağa olanda və bir yerdən kömək eləmək. Mən məsələn şagirdlərimə o cür dəstək oluram. Görürlər ki, mən onları başa düşürəm, sıxmıram. Yəni məsələn gəlir o gün biri deyir ki, evdə məni çox sıxırlar. Tam siz deyən kimi deyir ki, elə deyirlər ancaq oxu, mən heç hazırlığa getmək istəmirəm, zorla qoyublar. Mənlik deyir ki, deyir oxumaq istəmirəm də. Başa salıram ki, valideynlərə də deyirəm onu. Uşağa nə olursa olsun məcbur elə o diplomu ona deyin ki, mənim üçün o uşağa belə şirinliyi yaratdın, deyin xahiş edirəm. Mənə bir dənə o diplomu al, arzum odur ki, oğlumun diplomu olsun məsələn. O diplomu al, ver mənə, sonra səndən uzaqlaşacağam. Əmin olun ki, gələcəyinə 10 dəfə də sağ ol deyəcək ki, yaxşı ki, anamın sözünə baxdım, mən o diplomu aldım, bu gün işsiz deyiləm. Bəzən deyirlər, diplomu olanların çoxu işsizdir. Amma elə bir yaş gəlir ki, elə bir vaxtda əlimizdə birdən şans çıxır, baxırıq ki, mənim diplomum var. Məsələn, mənim 3 diplomum var, 3 universitet bitirmişəm. Nə bakalavr, nə əlavə təhsil diplomuma, məsələn, Ausbildung üçün Almaniyaya getməyə ehtiyac görmədilər. Yalnız 3-cü diplomum var idi ki, turizm və otelçiliyi oxumuşam deyə, biznes idarə edilməsinə. Sadəcə ona görə mənə otel işçisi kimi qəbul eləyə bilirlər. Yəni o qədər vəziyyət biraz fərqlidir. Fikrimi izah edə bilirəm. Siz ona görə o diplomu onu o şirinliklə deyə bilərsiniz. Mənim məsələn arzumdur. Mən istəyirəm ana olaraq arzularımı sən həyata keçirdəsən. Mənim şagirdimi, mənim övladımı məsələn indi özüm şagirdim deyirəm həmişə. Mənim arzumdur ki, övladımın diplomu olsun. Mən də fəxr eləyim hamıya ki, uşaqlar da biraz məşhurluğu, belə şeyləri sevirlər. Mən də hamının yanında fəxrlə danışım ki, mənim uşağım belə-belə oxuyub. Bunlar demək qəşəngdir. Amma nəyisə eləyə bilməyəndə də, imtahandan az yığanda da ona əsəbləşib demək lazımdır ki, bu nə baldı yığmışsa, o da qəti olmaz. 528 bal yığmışdım, bir ildə hazırlığa getmişdim. İstədiyim ixtisas riyaziyyat müəllimliyi idi, onsuz da 500 neçə idi keçidi, 300 neçə idi keçidi, mən 500 neçə yığmışdım. Amma mənim anam sevinməmişdi deyə mən sevinə bilmirdim o 528 bala. Çünki o demişdi ki, bir il hazırlıqla məndən 600-ü keçməyimi gözləyirdi və deyirdi ki, sənin ümidim sənə idi, o birisi. Eynən mən. Mən də demişəm 600-dən aşağı bal yığsan deyirəm, mən sənə heç yerdə oxutmayacağam. Eynən mən. Uşağın çox gücsüz axı. Olmur da o uşağın üstə deyin ki, sən qəbul ol, amma məsələn belə başa sala bilərsiniz ki, bax mən pulunu oxudanmaram sənə. Siz də istəyirsiniz axı pulsuz oxusun. Onsuz da xərcləri də var. O pulu neçə mini universitetə verincə uşağın elə özünə xərcləyərsiniz. Deyirəm bax pulsuz da oxu. Sən pulsuz da qəbul olmaq üçün filan qədər bal lazımdır. Onu yığ mənə bəsdir. Belə deyim. O onsuz da həvəslənəcək, deyəcək. Belə amma üstündə bir məsuliyyət, bir baskı yaranır ki, mənim anam məndən bu qədər işləyib bunu almalıyam. Görək də. Eyni ilə də 9-a, eyni ilə də 9-a ona çox baskı qoymayım, qabağına da rəqəm qoymayım ki, bu balı yığmalısan. Bəli, bəli. Hələ 9-larda, indi 9 imtahanı verəcək. Bir şagirdim keçən il 300-dən 280 neçə yığdı. O tam 300-ü yığmaq istəyirdi. Tam olaraq bu yaxınlarda 12-si bazar günü olan sınaqda şagirdimin biri 297 bal yığdı, 300 baldan. Riyaziyyatı 100% yazıb. Amma 297 yığdı, onu oturdu pis oldu. Niyə? 297 yığdığına görə. Yəni o nə baldır ki onu o da yaranır, valideyndən yaranır da uşağın üzərinə çox düşürük. Sən bunu eləməlisən, sən mükəmməl olmalısan. 700 balı yığmaq asan deyil axı. İnşallah ki, yaxşı nəticə yığar. 250-nin %100 bilirəm ki, yığar. Düzdür, bu belə gedişlə yığmaz, oxumur 9-a keçəni. Amma bu 9-a gələn bazası ilə bilirəm ki, bir balaca çalışsa özündə 250 yığar. Bəli, mən də təbii ki, ana kimi məqsədim oldu ki, 300-ü yığsın, istəyirəm 300-ü yığsın. Amma nə bilim, bilməm. Görək də, onun yanında yəni deməyə ehtiyac deməyim də yəni. 300-ü yığsa da həmin insanda sizin o sevginiz Hayır, dəyişmir. onu bilmirəm, bəli. Heç uşaq üçün də heç bir önəmi yoxdur onun. 300 bal Amma- yığsa heç bir yeri dəyişiklik olmayacaq da. Yəni nə o universitetinə təsir eləmir, nə liseyinə təsir eləmir, heç bir şeyə təsir eləmir. O bal nə bilim, sadəcə olaraq nə bilim biraz şöhrətpərəst kimi bunu balı istəyirdi. Və əmin olun ki, uşaqlar onu düşünmür. Uşaq deyir ki, mən bu balı yığa bilmədim, eynən mən 600-ü keçə bilmədim bir il hazırlaşmağa. 528 yığdım deyə hansı universitetə düşdüyüm, arzuladığım universitetə düşməyə falan heç birinə sevinəməmişdim ki, anamın istəyi olmadı. Biz valideynlərimizin istəyinə görə yaş travmalarla gəlmişik. Ona görə indi istəmirik ki, uşaqlar travmalarla böyüsün. Burada xanım yazmışdı, məsələn, baxın, hansı deyir, oyun üsullarından istifadə edə bilərik uşaqları dərsə cəlb etmək üçün. İndi onu deyəcəm. Sizə çox təşəkkür edirəm. Siz sağ olun, gözəl məsləhətləriniz üçün.
Çox sağ olun. Dediyim kimi mən özüm ana deyiləm deyə çox belə ana tərəfdən deyəmirəm, amma şagirdlərlə çox ünsiyyətdə olduğum üçün məlumatlar verə bilirəm. Çox sağ olun. Tamam. Bahar xanımın sualına cavab verəcəm. Burada da özü də hansı oyun üsullarından istifadə edə bilərik dediniz dərsə cəlb etmək üçün. Yəqin siz tam əvvəlində qoşulmamışsınız, yenidən deyəcəm onları. Oyunlarla bağlı məlumatlar nə idi? Məsələn, Lego demişdim, tapmaca oyunları. İndi yaşına görə siz mənə uşağın yaşında yazsınız, tam onun yaşına uyğun da deyərəm ki, hansı yaş üçün istəyirsiniz oyunları. Məsələn, sudokular var, tapmacalar var, adi crossword var. O vaxt biz oxuyanda mən indi də alıram. Davamlı köşklərdə olur. Davamlı köşklərdə olur. Mən görürəm, alıb crosswordları indi də mən işləyirəm. Çox da maraqlı gəlir. Hətta hazırlığa gələn şagirdlər var ki, 4-cü sinif idi keçən il. Həmin uşağa göstərdim. Dedi, deyir, ona test vermişdim, boşluqdan özümdə crossword işlədim. Uşaq mənlə başladı birlikdə suallara cavab verməyə. Anasına yazdım ki, uşağınızı göndərin, gedin ondan alın. Yəni, həqiqətən çox yaxşıdır uşaqlar üçün. Crossword mükəmməldir. Bilmədiyi sualları indi onsuz da bilirsiniz ki, rahat telefonda yazırıq, Google-da, ChatGPT-də onunla bağlı məlumat da çıxır. Bilmədiyini də qoy oradan axtarsın, uşaq daha çox öyrənsin. Birinci verin, yazsın, sonra denən gəl birlikdə. Hətta gəlsin sizdən soruşsun. Bir də bizdə bir şey var. Bilmədiyimiz, valideyn olaraq bilmədiyimiz bir şey olanda o dəqiqə deyirik ki, aha bilmədik, nə olacaq indi? Uşağı onu başa salmaq lazımdır ki, bilməyə bilərik. Mən müəllim olaraq şagirdlərə deyirəm ki, mən də yoza bilməyə bilərəm. Bu yeni çıxan test topluları var, onları özüm işləməmişəm. Şagirdlərə hər dəfə deyirəm ki, bax mən işləməmişəm. Siz sual verəsiniz, suallar mənə də yenidir. O qədər həvəslə işləyirəm ki, onlarla. Soruşuram ki, sualı verirlər, deyirəm siz bu suala necə baxacaqsınız? Onların baxış açısına baxıram. Bugün bir sualı 3 yolla izah edim. İkisi mən, birini də başqası uşağın, şagirdin üsuluydu. Hamısı elə həvəslə baxdılar ki, müəllim siz bunu necə tapdınız? Aha, bu birinci daha asan imiş, biri dedi ikinci asandır. Yəni hər üsulla, o addım-addım ki deyirəm, şagirdlərə öyrətmək lazımdır. Məsələn, ibtidailərlə bağlı demişdiniz. İbtidailər üçün kağızlardan da oyunlar var. Lap aşağı yaşlılara bayaq xanımlardan biri demişdi, Gülarə xanım idi, səhv eləməmsə. Adına baxın, bəli. Gülarə xanım bayaq demişdi, heyvan adları falan lap aşağı yaşlı uşaqlar üçün onların şəkilləri, mənaları, rəngləri tanınması. Şagirdlər var ki, rəngi tanıya da bilmir. Daha betəri var. Həftənin günlərini bilməyən şagirdlər var. 9-cu sinifdə o gün, 11 də o gün dedi, eyni sual idi. Bazar ertəsi, çərşənbə axşamı şagird gündəlikdə də var, bunu bilmir nə olduğunu. Yəni bunları getmək lazımdır. Bir də ibtidailərə sualı necə verməlisiniz? Məsələn, gəlib sizə bayaq onu demişdim, Bahar xanım, siz yox idiniz deyə yenidən təkrar edirəm. Məsələn, uşaq sizə bir sual verir ki, filan hadisə necə oldu? Bu şey niyə belədir məsələn? Siz ona deməlisiniz ki, bu səbəbdən, məsələn, qarın əriməsi var idi. Bayaq bir sual nümunə çəkdim. Uşaq deyir ki, qar yağırdı, bu necə suya çevrildi? Siz ona sual verməlisiniz, o necə oldu, hardan gəldi? Sən heç baxırdın o əvvəlcə necə olub? O prosesi xatırlamalıdır ki, mən baxırdım, o nöqtə-nöqtə gəlirdi, nə vaxt adi balıqlarla bağlı sual verə bilərsiniz. Balıqlar görürsüz suda üzür, amma insan suya başını salsa nəfəs ala bilmir. Ona əvvəlcə müşahidə eləməlidir, baxmalıdır ki, balıq necə hərəkət edir, hardan nəfəs al. Sonra siz onun mənasını izah eləməlisiniz. Bilmədiyin sual olanda da indiki elə suallar var ki, həqiqətən biz bilmirik. Crossword işləyəndə mənim bilmədiyim suallar olur. Açıram internetdə yazıram, öyrənirəm. O da uşaq üçün xeyirdir ki, dünya görüşünü artırır. Başqa sualı olan varmı? Mən bir söz deyə bilərəm. Mən hüsnü xəttlə onu başa salırdım. Hüsnü xətt kitabları olur, bağçadakı uşaqlar üçün. Və o kitablarda heyvanlar olur, onun adları yazılır. Məsəl üçün papaq olur, papağın şəklidir, altından papaq. Onlarla başa salıram, uşağa göstərirəm, deyirəm. O hələ 11 aylıqdır, o danışmır, bilmir, qanmır, amma öyrədirəm. Səsləri çıxardırsınız məncə, deyilmi? Öyle demişdiniz. Siz səslərini də demişdiniz, heyvanların səsini də çıxardıram, o artıq səsindən tanıyır, küçədə gördüyü fikirləri. Səslərini çıxardıram deyə o məsələn küçədə getdiyi yerdə o səsi eşidəndə birdən belə qışqırır ki, o pişikdir də, pişik hardasa keçir, belə gözü axtarır, qışqırır ki, pişik keçir burada. O qavrayıb çünki tanıyır.
Aysan, düzdür. Məsələn, çox maraqlı siz danışan an beynimə bir sual gəldi. Həmin an üçün unutdum deyə bilmirəm. Çox qəşəng bir sual verəcəydim. Əm, Deməli, hiperaktiv uşaqlarla necə işləyə bilərik? Hiperaktiv uşaqlar ım, çox qəribə bir şey deyəcəm indi sizə. Kimsə deyəndə mən məsələn sakit uşaq sevmirəm. Heç vaxt sevməmişəm. Birinin adam var uşağını, kimisə nadinc uşağını hiperaktiv deyək, evinə buraxmır. Mən deyirəm ki, gəlir uşaq evi dağıdır, deyir, bizim heç öz evimizdə belə şey qoymuruq biz. Sən necə icazə verirsən? Deyirəm, uşaqdır bu. Uşaq hiperaktivdir, qoy olsun. Uşaq uşaqlığını yaşamalıdır. Hamısı eyni olmalı deyil. Sakit uşağı ümumiyyətlə sevmirəm. Deyirəm, uşaq necə sakit ola bilər? Necə sakitsən? Danışmayan şagird olanda adi sinifdə. Bir şagirdim var, 9-da oxuyur, qızın səsi çıxmır. Danışdırıram ona. O gün sual verirəm ki, səncə həyat necə bir şeydir? Həyat sənin üçün necə gedir? Çalışır ki, məktəbdən cavablar versin mənə. Deyir ki, oxumaq. Məsələn, oxumadığım üçün deyirəm həyatda 9-cu sinif şagirdinə sual vermişəm ki, həyatda nəyə peşmansan? 9-cu sinifdir də, yəni mən bu uşağa bu sualı verirəm. Çünki məqsəd danışdırmaqdır. İndi o da istəyir mənə cavab versin, amma müəlliməm deyə çalışır dərslə bağlı versin və ikimizik, hər kəsin içində soruşmam sualı deyir ki, dərs oxumadığım üçün, vaxtında, zamanında dərslərimi oxumadığım üçün çox peşmanam deyir. Yəni bu özü əgər həqiqətən başa düşməsi ayrı, bir də müəllimə o mövzudan irəli gedərək özü riyaziyyatı xüsusən vurğulayır ki, oxumadığım üçün peşmanam. Amma həqiqətən dərinə gedəndə görürük ki, uşaqlara da təsir edən şeylər var. Bəzən elə şagird var deyir ki, mənim vaxtımda oxutsaydılar, evdəkilər üzərimə düşsəydi, dəstək olsaydı mən də oxuyardım. Həqiqətən belə şeylər də var. Məsələn, hiperaktiv uşaqlarla bağlı onu deyə bilərəm ki, necə deyim, məktəbin həmişə qan ağladığı uşaqlar olur. Çətindir, siz də bilirsiniz. Amma ki, çox necə deyim, hər hərəkətinə fikir bildirmək uşağa ziyandır. Uşaq sağa çöndü, çönmə, sola çöndü, çönmə, sənə demişəm çönmə, belə eləmə. Davamlı, yaxud evdə bunu bir dəfə başa saldınız ki, bunu götürmək olmaz. İkinci dəfə yenə götürdü. Yəni, ikinci dəfə götürəndə qışqırmaq yox, axı mən sənə bir dəfə demişdim bunu götürmə. Bax, biz danışmışdıq bu haqda. Belə bacardığımız qədər səbrlə onu öyrətmək lazımdır ona. Amma hiperaktivin tam olaraq da bir çözümü yoxdur bilirsiniz. Amma hiperaktivin də davranış formaları var da. Biri var ki, məktəbdə müəllimə, evdə məsələn valideynə qarşı gəlib eyni şeyin tamam fərqlisini məktəbdə müəllimə qarşı başqa, şagirdlərə qarşı başqa münasibət göstərirlər. Bunlar tamam fərqli bir şeylərdir. Başqa sualı olan varmı? Deyirəm ki, Naziyə xanım, nə gözəl, nə şans ki, sizin kimisinin rəhbərləri var o uşaqların, həqiqətən. Sizin deyəsən ikinci ixtisasınız psixologiyadır, elə? Yoxsa? Yox, sadəcə biz onu oxumuşuq. Riyaziyyat müəllimliyini bitirmişəm deyə bizə xüsusi olaraq psixologiyada keçirlər. Nə Amma mən gözəl. özüm təlimlərə falan qoşulurdum davamlı. Xüsusi təlimlər falan var ki, hansı büdcələ olursa olsun görsəm qoşuluram. Ki, bilirəm ki, xeyri var da, onlardan da öyrənirəm. Əsasda bir də bir şey deyim, bunu hər zaman deyirəm valideynlərə. Uşaqların ən çox şey problemi də ailədən gəlir. Məsələn, ananın da deyirəm, ana xoşbəxt olanda uşağı da xoşbəxt olur. Hər şeyin başında o dayanır. Evdə ana xoşbəxtdirsə, o uşaq da xoşbəxt olur, uşağın gələcəyi də. Məsələn, mən bugün tək yaşayıram və mənim üçün bu çox mükəmməldir ki, sakit, heç bir səs yoxdur. Məsələn, hal-hazırda evdəyəm. Məni narahat edən bir şey yoxdur. Rahat həyatımı yaşayıram. Amma baxıram məsələn ailəlilərə, görürəm uşaq filan, ailə problemi falan, amma hər birinin də deyir, Tanrı deyir, Allah deyir insana götürəcəyindən artıq yük vermir də. Məsələn, onlar baxıb mənə deyəndə ki, sənin nə var ki, həyatı var, yaşamaq var. Mən də deyirəm ki, niyə ki, nəyin pisdir? Məsələn, həmişə deyirlər, subayların həyatına evlilər paxıllıq eləyir, yaxşı mənada. Mən də məsələn həmişə evlilərin həyatına paxıllıq eləmişəm ki, nə gözəl övladı var, məktəbə gedir. Deyirəm, mənim məsələn övladım olsa, indi necə məktəbdəki şagirdlərə münasibət göstərirəm, ona da elə göstərirəm deyirəm və özümlə məktəbə apararam. Dərslərində gedib oturaram. İndi 9-ların sinif rəhbəriyəm, dərslərində girib otururam. Rus dili dərsidir. Uşaqlar rus dilinin üzündən oxuyanmır. Balaca uşaq kimi əl qaldıram ki, müəllim mən oxuyum, deyir oxu. Mən oxuyuram, şagirdləri həvəsləndirirəm. Onlar da mənlə
birlikdə oxuyurlar. Yəni tamam fərqli bir şeylərdir də bunlar. Uşaq o sevgini, o içdən gələn bir şeyi görməlidir. Yalan yerə yox da, qeyri-səmimi bir şey yox. Görür ki, müəllimin də ona qarşı sevgisi var. Ən nadinc o, Kaş, ən hissli də. kaş kiçik siniflərdən daha belə siniflər götürsüz daha yaxşı olar. Elə bil ki, uşağın necə deyirlər, yaxşı müəllim insan qabağına çıxmaq həqiqətən bir şans işidir də həyatda. Ucu artıq onlar formalaşıblar da 9-lar. Düz deyən də 2 illəri var, amma artıq müəyyən hissəyə kimi gəliblər. Amma 5-dən və yaxud ibtidai sinifdən götürmüş olsunuz. Gör o uşaqlar necə xoşbəxt, necə belə həqiqətən hər tərəfli böyümüş uşaqlar olarlar. İnşallah ki, elələrini də götürərsiniz. Bir də diqqətsizliklə necə eləmək olar ki, biraz diqqət. Lap elə böyük insan özündə. Lap özümü götürüm, elə uşağı götürüm. Biraz diqqət əksikliyi falan var. Diqqətin ən başlıca şagirdlərdən başlasam, ən başlıca səbəbi məntiqdir. Bütün müəllimlərə özüm məntiqdən dərs keçdiyim üçün deməmişəm. Bilirsiniz, məktəbdə məntiq tədris olunmur. Hər zaman valideynlərə aşağı siniflərdən demişəm ki, uşaqlarınıza məntiq işlədin. O adi suallar var. 5, 7 balacalarda hələ düşür. 5 ilə 7 verib məsələn. 7-dən 5 çıxıb 2 almalıdır və yazır 5, 7 araya gül qoyur, 2 yazır ora və uşaq bunu başa düşür ki, 7-dən, 2-cidən, 1-cinin çıxıb o 2-ni almalıdır. Bu düşünmədir, diqqətini, məntiq şagirdlərin diqqətində çox kömək olur. Məsələn, böyüklər olaraq biz nə etməliyik? Özümdən də götürüm, seriallardan uzaq durmalıyıq. Nə qədər həyatımıza təsir edir, onu bilməliyik. Mənfi bir şeylərə baxmaq çox ziyandır. Bunlardan uzaqlaşmalıyıq. Özüm sosial şəbəkədə aktivəm, amma seriallara falan vaxtım yoxdur. Və serialları həyatımdan çıxardandan sonra görmüşəm ki, həyatım daha da qəşəng olub. Nəinki kiminsə indiki seriallar onsuz da körlanıb, mənfi yaydığı enerjini, auranı almağa. Diqqət üçün böyüklər yenə crossworddur. Bax, maraqlı crossword işləmək bir dəfə alın, işləyin, görəsiniz ki, sizi necə sakitləşdirəcək. Tapa bilməyəndə də hansısa bir ölçüdə bəzən bəzi suallara əsəbləşirəm ki, bunun cavabı onsuz da yuxarıda var idi. Bu nə sualdır, bunu salırlar məsələn. Amma görürəm ki, onlar da crosswordu yaradanda onu düzəltmək üçün eləyir. Alıb bir dəfə işləsəz, yəni görəcəksiniz ki, o necə həm beyni fikirləri yayındırır, hər şey onsuz da beynimizdə çox şey düşünürük də gün ərzində. Onlara da bizə kömək eləyir. Başqa Çox belə sağ ol. kimin fikri varsa istəyərəm bildirsin Hə ki, də mən onlar da bildirsin. Bunu eləsək daha yaxşı. Bir də məntiq işləmiş olsaq, məntiqə hazırlığa uşaq getmiş olsa, bunu digər elmlərlə əlaqəsi ola bilər. Yəni yaxşı cəhətdən ki, ona köməklik eləyə bilərmi digər elmləri qavramasına, daha yaxşı mən öyrənməsinə? Məntiq tam olaraq beyni açır. Riyaziyyat işləmək ayrı, düsturu tətbiq edib yerinə qoyuruq. Amma məntiq beyin açır. Çünki bizə ayrı-ayrı ədədlər verir, şəkil üzərində şəkillər verir, şəkilləri çevirmə formaları var. İndi yanında kitab olsa göstərərəm sizə. Şəkillərin çevrilmə forması var ki, bu şəkli hansı istiqamətdə çevirəndə nə alınır? Uşaq Yerinə oturacaq. birbaşa, Bəli. bəli, birbaşa beyinə təsir edir. Adi magistratura, dövlət qulluğu, vergi imtahanlarında məntiq sualları var. O imtahanı verir böyüklər. Məsələn, 20 yaşdan yuxarı insanlar artıq magistraturaya hazırlaşırlar. Onlar məntiq işlədikcə belə beyin o qədər gözəl açılır ki, riyaziyyat məsələn beyin yorğun olanda riyaziyyat işləmək olmaz. Səsli kütlədə çox az insan riyaziyyat işləyir ki, sakitlik olsun. Amma məntiqdə elə deyil. Məntiq elədir ki, beyin yorğun olanda əksinə daha da yorğun da olsa işlədikcə, suallar maraqlı gəldikcə beyni açır. O sahədə çox yaxşıdır uşaqlar üçün. Hər sahədə, məsələn, tarixdən tutaq ki, xronoloji ardıcıllıqlar var da, filan kəs filan yerdə olub, o qədər beyin açılır ki, deyir, hə, bu tutaq ki, filan vaxt olan hadisənlə onu mən əlaqələndirə bilərəm. Bax, bu dərəcədə köməyi dəyir. Çox sağ olun. Siz ümumiyyətlə müəllimə keçirsiniz, məntiqdən hazırlıq keçirsiniz? Qrupdayam. İstəsəz yazarsınız, danışarıq o haqda. Yaxşı, Problem deyil. çox sağ Qrupda olun. məndə var. Sağ olun. Başqa mənə sualınız varmı? Kiminsə sualı var? Bayaq hətta biraz məyus olmuşdum ki, heç kimin sualı yoxdur. Ən az bir 40 dəqiqə qalmalıydım, amma 20 neçə dəqiqədə bitirəcəkdim. Və artıq 1 saata yaxındır ki, danışırıq. Çox sağ olun, çox təşəkkür edirəm. Bəyənmənizə sevindim. Ümid edirəm ki, suallarınıza cavab verə bilmişəm. Yenə qrupda olacam, nəsə sualınız olsa orada da yazarsınız, cavab verərəm. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm qoşulduğunuz üçün hər bir kəsə.